Sənədlərin icrasının gedişi haqqında məlumat icra haqqında qeyd sütununda qeyd olunmalıdır. Sənəd ancaq orada qaldırılan məsələlər həll olunduqda və sənəd göndərənə mahiyyətcə cavab verildikdə icra olunmuş sayılır. Əgər icra sənədləşdirilməmişdirsə, bu barədə nəzarət vərəqəsinin icra haqqında qeyd sütununda məlumat yazılır. Sənədlər bir qayda olaraq icra edildikdən sonra nəzarətdən çıxarılır. Sənədin icrası nəzarətdən çıxarılması haqqında məlumat nəzarət vərəqəsində qeyd olunur. Digər hallarda isə sənədi nəzarətdən yalnız onu nəzarətə götürmüş vəzifəli şəxs çıxara bilər. Başqa şəxsin elə bir səlahiyyəti yoxdur. Bu zaman sənəddə və yaxud da vərəqədə nəzarətdən çıxarılma barəsində qeyd yazılmalıdır. Nəzarətdə olan sənədlərin icrası barəsində təşkilatın rəhbərliyinə ayda bir dəfə məlumat verilir. Digər sənədlərin icrasının gedişi və nəticələri barəsində məlumat isə ildə azı bir dəfə təhlil edilir. Təhlil əsasında sənədlərin icrasını sürətləndirmək və icra intizamını yüksəltmək, inkişaf elətdirmək məqsədi ilə müvafiq tədbirlər planı işlənib hazırlanır. Deməli, yoldaşlar, qeydə alınması tələb olunmayan korespondensiyanın siyahısı. Bunları əzbərləyərsiniz yoldaşlar. Deməli, yoldaşlar, bu hissəni əzbərləyərsiniz. Burada əsas yadda saxlamalı olduğunuz hissələr hansılardır? Deməli, yoldaşlar, reklam xarakterli bukletlər, bildirişlər, plakatlar, dəvətnamələr, biletlər, toplantı konferans proqramları, təbrik açıqçaları, mühasibat sos sənədləri, müqavilələr, hesab fakturalar, smetalar, kitab, qəzet, jurnal, bülleten və dövri mətbu nəşrləri, həmçinin statistik və hesabat xarakterli məcmuələr, qrafiklər və cədvəllər və s. Deməli, yoldaşlar, bura qədər kərquzarlığın aparılmasına dair təlimatın qısa formatda PDF-ini sizlər üçün göndərəcəm. Buradan sadəcə olaraq video izaha qulaq asarsınız. Müəyyən qədər qısa konspektdə bəzi qeydlər var ki, onlar qısa konspektdə yazılmayıb. Əsas imtahana düşən sual tiplərinə uyğun olan qeydləri orada aparmışam. Oradan oxuyarsınız, amma buradansa dinləyərsiniz. Ümid edirəm ki, bu da müəyyən qədər faydalı olar sizin üçün. Hələlik yoldaşlar, növbəti mövzularda görüşənə qədər sağ olun, salamat qalın.